Rekorda artıq başladım. Rekord edirəm. İlk sual. Cədvəlin mətnə çevrilməsi üçün hansı lent tabunun əmrlərindən istifadə olunur? Bu cür deyək. Bir var mətnin cədvələ çevrilməsi. Bir də var cədvəlin mətnə çevrilməsi. Bunu mən birinci Word-də yaradacağım. Insert tabundan cədvəl. Normalda bilirik ki, mətnin cədvələ çevrilməsi, baxın, mətnin cədvələ çevrilməsi Convert text to table-dır. Insert tabundandır. Amma bizdən tələb olunan isə başqa bir əmrdir. Cədvəlin mətnə çevrilməsi. Mən burada yazıram. Yazıram Vüsalə, yazıram Aysel, yazıram Qələmzər və s. 3 nəfərin adını yazdım və gəlirəm Insert tabundan Convert text to table edirəm. OK düyməsi. Bu nə etdi? Bu mətni cədvələ çevirdi. Amma bizdən istənilən isə cədvəlin mətnə çevrilməsidir. Cədvəlin mətnə çevrilməsi üçün istifadə olunan tab layout tabıdır. Əlavə layout tabıdır. Və burada bir əmr var. Convert to text. Yəni cədvəli çevir mətnə. Baxın, bizdən istənilən cədvəlin mətnə çevrilməsidir. Cədvəlin mətnə çevrilməsi üçün istifadə olunan tab layout tabıdır. Əmr isə convert to textdir. İndi mən gəlirəm bu cədvəlimi çevirirəm mətnə. OK düyməsi lap əvvəlki vəziyyətinə qayıtmış oldum. Bizdən də sualda istənilən budur ki, cədvəlin mətnə çevrilməsi üçün istifadə olunan tab hansıdır? Cavabımız olacaqdır. Əlavə layout tabı. Bir də oldu B variantı. Əgər bizdən mətnin cədvələ çevrilməsini istəsəydi, o zaman cavabımız olardı insert tabı. Amma cədvəlin mətnə çevrilməsi istənilirsə, bu zaman cavabımız olacaqdır əlavə layout tabı. Gəldi ikinci sualımızda. İkinci sualımızda maraqlı sualdır, açıq sualdır və maraqlı suallardan biridir. Bizə 35 dənə səhifə verilmişdir. Tələb olunur ki, çap üçün neçə dənə A4 vərəqi lazımdır. Bizim burada baxacağımız hissə odddur. Odd və evenlar. Odd tək səhifələrdir, even cüt səhifələrdir. 35 dənə səhifənin yadımıza saxlayaq ki, 18 dənəsi təkdir, 17 dənəsi isə cütdür. Çünki tək səhifələrin sayı tək ədəd verilərsə, hər zaman cüt səhifələrin sayından bir var çox olur. Demək, bizim 18 dənə tək səhifəmiz var və bizə lazımdır tək səhifələr sadəcə. Gəldim, buraya yazdım 18. Biz printer məsələlərində şərtlərimizə baxırdıq. Birinci şərt səhifələrin sayıdır. İkinci şərt 1 A4 vərəqinə yerləşən səhifələrin sayı. Üçüncü 100-200 olması. Dördüncü isə vurardıq kopyaların sayına. Bizdə burada deyir ki, ikinci şərtdə 1 A4 vərəqinə 4 dənə səhifə yerləşir. Amma bizim 18 dənə səhifəmiz var. Deməli, 18 üçün 18-i böləcəm 4-ə. Alacam 4 tam neçəsə. 4 tamı 4-ü tam yerləşir. Bəs yerdə 2 dənə də səhifə var axı. Onun üçün də bir dənə daha 4 vərəq lazımdır. Yəni 4-dən 1-i toplayacam, alacam 5. Deməli, 18 dənə A4 vərəqini bir A4 vərəqinə maksimum 4 dənə səhifə yerləşdirməklə mənə 5 dənə A4 vərəq lazım olacaq. 5 dənə A4 vərəqi lazımdır ki, mən bir A4 vərəqinə maksimum 4 dənə səhifə yerləşdirməklə nə edim? Sala bilim. Gəldim, yerləşdirdim. İkinci şərtimdə tapdım ki, mənim artıq 5 dənə A4 vərəqim oldu, bəli. Və növbəti. Deyir, bir üzüdür. Bir üzüdürsə, elə 5 dənə A4 vərəq olduğu kimi qalacaq. 5-də vuracam kopyaların sayına 5-ə, alacam 25. Deməli, ikinci sualımıza cavab olacaqdır 25 dənə A4 vərəqi. Müəllim, indi 200 olsaydı 5-i 2-yə vuracaqdıq, sonra 4-ə 5-ə vuracaqdıq. 200'də olsaydı cavabın olacaqdı 15. Niyə? Ona görə ki, sənə 5 dənə A4 vərəqi lazım idi, düzdür? Bax, 5 dənəsi. Bəli. 200'də olsa bu gələcək bunun arxasına. Bu gələcək bunun arxasına. Bu bir dənə A4 əmələ gətirəcək. Bu da bir dənə A4 əmələ gətirəcək. Yerdə də tək bu qalır axı. Bu da üçüncü A4'dür. 3 dənə A4 olacaq. Bəli.
3 dənə A4 olacaqdı. Və vuracaqdın 3-ü 5-ə, alacaqdın 15. Burada mən bizdə bir üzlü deyil. Bir üzlü deyirsə elə 5-i vuracaqsan 5-ə, alacaqsan 25 dənə A4 vərəqə. Növbəti gəldi 3-cü sualımıza. Verilən lent qrupu hansı lent tabında yerləşir? Bu da qəşəng sualdır. Bu header footer lent tabında yerləşir. Əlavə açılan header footerdır bu. Daxil olacağım insert tabına. Buradan header footer əlavə edəcəm. Və bizim üçün əlavə alət tabı olaraq header footer alət tabımız yaranır. Baxın bu yuxarı hissədə gördünüzmü? Yuxarı hissədə əlavə bir header footer yarandı. Və bu header footer hissəsində options lent qrupu var. Options lent qrupunun daxilində yerləşir different first page, different odd and even pages, bir də show document text. Bizdən də tələb olunur ki, o lent qrupu hansı tabda yerləşir? Tab olacaqdı alət tabı, header və footer cavabı. İkincidə cavab olmuşdu 25. Buraya yazaq. Baxıram 4-cüyə. Bizdən tələb olunur üfüqi xəttkeş aslında görsənir. Biz ümumiyyətlə demişdik ki, axırı t ilə bitənlərdə xəttkeş var. Bir var şaquli üfüqi xəttkeş. Şaquli üfüqi xəttkeş olur page layoutda. Daha doğrusu print layoutda. Bizdən sadəcə burada istənilən üfüqi xəttkeşdir. Axırı t ilə bitənləri seçirsiniz. T. Layout Mən bir deyilən minütü görünüş götürmüşəm rejimi müəllim. yoxdur. Layout deyilən bir görünüş rejimi yoxdur. Print layout var. Print layout. Layout görünüş rejimi olmadığına görə birinci artıq səhvdir. Bir olacaq web layout, bu da draft. 3-5. Hətta gəlsək biz Word-ün özündə də baxsaq görərik ki, layout deyilən bir görünüş yoxdur. Word-ün görünüş rejimləri read moddur, print layoutdur, web layoutdur, outline və draftdır. Bunlar Word-ün görünüş rejimləridir. Gəldi 5-ci suala. Mətn prosesorunda mouse-la cümləni seçmək üçün nə etmək lazımdır? Ctrl və sözün üzərində durmaqla mouse'un sol düyməsini bir dəfə sıxmaqla bir söz seçirik. Bax gəlirəm. Buradan cümləni istəyir də bizdən. Ctrl mouse'un sol düyməsi. Baxın cümləni seçdi. Bir də edirəm. Baxın Ctrl mouse'un sol düyməsi. Nə oldu? Cümləni seçmiş oldu. Ctrl və mouse'un sol düyməsi vasitəsilə biz cümləni seçirik. Gəldim 16-cı suala. 16 deyirəm, 6-cı suala. Bu da maraqlı sualdır. Home tabında nələr yerləşir? Home tabında yerləşir mətnin sol, sağ və ya mərkəzi doğru düzləndirilməsi. Biri aiddir B. Sonra seçilmiş mətn hissələrinin gizlədilməsi. Həmçinin aiddir D. Insert tabında yerləşir qalan titulların əlavə olunması. 2 aiddir C. Layout tabında yerləşir sözlərin hecalara bölünməsi. A. Və tək cüt səhifələrin qalan titullarını fərqləndirmək. A-Y. Gəlin bunları bir-bir göstərim harda yerləşirlər. Home tabında dedik ki, birə B aiddir. Bəli. Home tabında biz öyrənmişdik ki, sağa doğru düzləndirmə, sola doğru düzləndirmə, mərkəzə doğru düzləndirmə və hər iki tərəfə doğru düzləndirmə əmrləri vardır. Baxın bu, sola doğru, mərkəzə doğru, sağa doğru və hər iki tərəfə doğru düzləndirmə. Yerləşdi home tabında. Sonra D-ni yazmışıq, seçilmiş mətn hissələrinin gizlədilməsi. Həqiqətən də biz öyrənmişdik ki, font lent qrupunda burada hidden əmri var. Hidden deməkdir. Hidden yerləşir fontda, yəni home tabında. Gəldi insert tabına. Insert tabında qalan titulların və sərlövhələrin əlavə olunması var. Insert tabında header footer var. Header footer da qalan titullar deməkdir, yəni sərlövhələr deməkdir. Növbəti layout tabı. Layout tabına aiddir sözlərin hecalara bölünməsi. Bəli, daxil oldum layout tabına. Burada var hyperlink. Başıma çatını gelir. Gün də ikincini səkəsənəsən. Ne oldu ki?
Gəldi indi isə sözlərin hecalara bölünməsi. Sözlərin hecalara bölünməsi üçün istifadə olunan əmr hyphenation əmridir. Hyphenation. Deməli, 3 aiddir A. Və dərc səhifələrin qalan titullarını fərqləndirmək. Bu da yerləşir page setupda. Bu hissədə. Yəni, different odd and even the different first page. Biz öyrənmişdik ki, əgər header və footer əlavə olunarsa, bu zaman istifadə olunan tab insert tabıdır. Amma ki, onların tək və cüt səhifələrinin və iş səhifəsinin fərqləndirilməsi isə istifadə olunur layout tabında. Layout tabının page setup link qrupunda. 3-ə də aiddir A ilə Y. Gəldik. Bu deməli cavabımız nə oldu? Cavabı işarələmədik. 1-ə B-dir, 2-yə C, 3-ə də A-yə. A variantı. 7-ci sual. Mətn hissəsində düzbucaqlı formada blokları qeyd etmək üçün nədən istifadə olunur? Bu mənim sənədimdir. Və gəlirəm alt düyməsi vasitəsilə alt. Belə bir düzbucaqlı bloklar əmələ gətirir. Alt düyməsi vasitəsilə. Alt düyməsi vasitəsilə. Sənədimizdə düzbucaqlı bloklar əmələ gətiririk. Belə alt düyməsi. Bunu əmələ gətirən belə deyək, klaviaturadan qısa yol düyməsi altdır. D variantı. 8-ci sual. TXT ad genişlənməsini təyin Müəllimə edin. üzr istəyirəm. Orada mouse'un sol düyməsi deyil ki, sağ düyməsidir. Doğrudan heç diqqət eləmədim, diqqət eləmədim. Düz deyirsən. Düz deyirsən. B variantıdır burada. Düzdür. Bax, diqqətsizlik elədim. Alt, mouse'un sol düyməsi. Alt düyməsini gördüm, dedim, heç baxmadım da variantlara. Alt və mouse'un sol düyməsi. Doğrudur. Hə, bildim. Mən bu yazmışdım, ona görə dedim. Hə, bəli, doğrudur. 7-də cavab B-dir. 8. Word 2019 mətn prosesində TXT. TXT notepad-in genişlənməsidir. Biz həmçinin bilirik ki, notepad-də yalnız ASCII kodlarını özündə saxlayır. Olacaqdır cavabımız A variantı. TXT genişlənməsi yalnız ASCII kodlarını özündə saxlayır. Mündərcat. Mündərcat sözünü harda görüşək demişdik ki, ağlımıza ilk gələn tab olacaqdır reference tabı. A variantı. Mündərcat yaratmaq, istinadlar vermək aiddir reference tabına. Növbəti 10-cu sual. Müəlliməm, Deyək burada ki, niyəsə 6 tapmışam. çünki burada bir diqqətsizlik səhv eləmisiniz. Bizim 12 dənə səhifəmiz var. Deyir səhifə 1-dən 12-yə qədər nömrələnibdir. Və siz burada diqqət edin ki, 14 və 15-ci səhifə sizə lazım deyil. Niyə görə? Sizin ümumi sənədiniz 12 səhifədən ibarətdir axı. Necə siz 14-dən Bəli. 15-ci səhifəni çapa Elə verəsiniz? odur səhvim. Bəli. 14 və 15-ci səhifə anlayışı burada yoxdur. Sizin ümumi Nə çaşdırıcı sənədiniz sualdır. 12 səhifəli bir sənəddir. Və sizin ümumilikdə səhifələriniz çapa verəcəyiniz səhifələr 1-dən 12 aralığında olmalıdır. Və bizə də verilibdir 3, 5, 11 arası. Bəli, biz artıq bu səhifələri götürə bilərik. Deməli 11-dən çıxacam 5-i. Üzərinə gələcəm 1-i. 11-dən 5-i çıxanda alınır 6, üzərində 1 gələndə aldım 7. 7 dənə səhifəmiz var. Və əlavə olaraq 3-cü səhifəmiz var. 7-ci səhifəmiz var, bir də 3-cü səhifə. Ümumilikdə əmələ gətirdi 8 səhifə. Hə, deyirəm axı 8 səhv eləyir. Bəli, 8 dənə səhifə. 7 səhifəmiz bu aralıqdadır. 5-11 arasındadır. Bir də Bir də 3 var əvvəldə. 3 var, bəli. Deməli, ümumilikdə oldu 8 dənə səhifə. Buraya yazdım 8 səhifə. İndi baxırıq 1 A4 vərəqinə yerləşən səhifələrin sayı. 1 A4 vərəqinə yerləşən səhifələrin sayı 4 dənədir. Bizim də 8 dənə səhifəmiz var, düzdür? 1 A4 vərəqinə də 4 dənə səhifə yerləşdi.
Deməli, bizə ümumilikdə nə qədər A4 vərəqi lazımdır? 2 dənə Orada A4 müəllim, lazımdır. orada bots yazıb, onu nəzərə almırıq biz. Necə? Orada bots yazıb, biz Yox, indi deyir. birazdan Rüfanə, hələ biz bu ikinci şərtimizi yerinə yetirək, sonra qalxacağıq uça. Aha, yaxşı. İkinci şərtimizi aldıqda 2 dənə A4 vərəqi var. Gəlib indi üçüncü şərtimə baxıram. Üçüncü şərtimizdə bizə deyir ki, boz. Boz nə deməkdir? 200-dür. Mənim 2 dənə A4 vərəqim var idi. Və mənə boz deyirsə, deməli bu gəlir bunun arxasına. Əmələ gətirdi bir dənə A4 vərəqi. Düzdür, Rüfanə? Və biri də vuracam 2-yə. Alacam 2. A variantı. Mən sonra Ondan sonra gəlməmişəm. 2 dənə A4 tapmışam, o da nişanlanmışam. Cavab düzdür, amma yol səhvdir. gəldim birinci suala. Klaviatura kombinasiyalarının funksiyaları haqqında mülahizələrdən hansı doğru deyil? Belə deyək də, ilk gözümə dəyən burada ikinci oldu. F12 yazıb save'dir. Biz bilirik ki, save'in klaviatura düyməsi Ctrl-S-dir. F12 isə save as-in klaviatura düyməsidir. Save as. Deməli, ikinci burada nədir? Yanlışdır. Ctrl V aktiv pəncərəni bağlayır. Bu doğrudur. Ctrl-R sənəddə lazım olan söz və yaxud da ki, simvolun axtarılması əvəz olunması xeyr. Ctrl-R sağa doğru düzəndirmədir. Burada sözlərin axtarılması, əvəz olunması bir Ctrl-F-dır. Bir də ki, Ctrl-H-dır. Ctrl-H replace-dir. Nədir? Replace. Deməli, burada dördüncü də səhvdir. Birinci doğrudur. Üçüncü doğrudur. Bir də. Beşinci doğrudur. Bizdən yanlışları istəyir. Yanlışlar olacaqdır 2 və 4. 2, 4. Ay müəllim, Ctrl-Enter yeni səhifəyə keçir ki. Hə, bəli. Bax, daxil oluram burada Word-ə, düzdürmü? 4 ilə 5-i götürmüşdüm. Və Nə Ctrl-Enter tıklayıram. Ctrl-Enter. Bax, yeni A4 vərəqi yaradır, görürsən? Yəni, yeni səhifəyə məcbur keçid eləyir. Mən də məcbur sözdə görə götürmüşdüm ki, məcburiyyət yoxdur. Yəni bunun qaydası budur. Bir qrammatik kitab dildə qaydası budur ki, yeni səhifəyə məcburi keçid eləyir. Yəni yeni bir A4 vərəqi yaradır. Bildik, çox sağ olun. Mən 2-4 götürmüşdüm, bildim mən. Baxdıq 12-ci suala. 12-ci sualda diqqət edirik səhifə nömrəsinə. Səhifə nömrəsi deyilirsə, bu zaman baxacağımız collected, uncollected və kopyaların sayıdır. Bizdən uncollected veribdir və gəlirəm kopyaların sayına baxıram. 4 dənə səhifə. Hər bir səhifədən nə qədər çap olunur? 4 dənə. Gəlirəm yazıram. Birinci səhifədən 4 dənə, ikincidən 4 dənə, üçüncüdən 4 dənə, dördüncüdən 4 dənə və s. Bu ardıcıllıqdan gedirəm. Ta ki 12-ci səhifəyə qədər hər bir səhifədən 4 dənə kopyalayır. Bizdən də ilk 6 ədəd A4 vərəqinin səhifə nömrəsini istəyir. Gəlirəm başdan sayıram. 1, 2, 3, 4, 5 və 6. Cavabımız nə olacaq? 1, 1, 1, 1, 2, 2. 2 6-sı düşdü. 1, 1, 1, 1, 2, 2-yə. Təmin tutduq. Burada 12-də bizdən nə istəyir? Səhifə nömrəsi istəyir. Və collected-dan collected-də baxırsınız. Kopyaların sayı qədər də çap olunur. B variantı. Orada yazmasaq da, məsələn, elə ilk 6 deyəndə fikirləşirik, fikir yəni sıra ilə gedəndə birlərdən sonra 2 dənə 2 qalır da. Elə hesablamaq olmaz. Bir də yazmağa ehtiyac qalmır. Düzdür, Rüfanə. Onu gərək görmək lazımdır da, Rüfanə. Görməyəndə istər-istəməz artıq baxmalıyıq, hesablamalıyıq. Bizə sual verilibdir, Word-la bağlı bir sualda. Gəlib bunu da Word-də tətbiq edəcəm. Deyir, nə yazıbdı bura? Yazıbdı abzas 1. Sonra yazıb abzas 2. Sonra yazıb abzas 3.
Şərtlərimi yoxlayıram. Birinci abzas seçilir, Ctrl+C. Ctrl+C kopyalamaqdır. Gəldim abzas 1-i seçdim. Buradan kopyaladım, Ctrl+C elədim. Kursor 3-cü abzasın əvvəlinə gətirir və Ctrl+V. 3-cü abzasın əvvəlinə gətirdim, Ctrl+V-ni kliklədim. Hayda, bu niyə belə oldu? Bir dəqiqə. Ctrl+C elədim, 3-cü abzasın əvvəlinə gətirdim, Ctrl+V. Aha. Və bu əməliyyatlar yenidən təkrar olunur. Yenidən əvvələ gətirir, yenə də bir dəfə də Ctrl+V-ni klikləyir. İkinci abzas seçilir və Ctrl+X düymələri kliklənir. Ctrl+X kəsmək deməkdir. Gəlib ikinci abzas seçir və Ctrl+X-i klikləyir. Bu zaman artıq olacaqdır 1, 1, 1, 1, 3. Bu da haradadır? 1, 1, 1, 1, 3, B variantındadır. Belə sual görməmişdim ay müəllimə, hələ indi gördüm. Belə suallar vardır, qəbula da düşür və asan həll olunan tip suallardır. Ctrl+C kopyalayır, Ctrl+V-də yapışdırır. Sonra növbəti sual, məncə bu sualı hamı yazar. Ctrl+End sənədin sonuna aparır, sənədin sonuna. 14-dən 15 düz yazmışam. Gəldi 15-ci sual. 15-ci sual da bayaq baxdığımız 10 tipli sual kimidir. Buradan istənilir ki, 12 səhifəli sənəddir. 12 səhifəli sənəddirsə, deməli 13-dən 16 burada çap olunmayacaq. Çap olunacaq 3, 5, 6, 7, 8, yox 8 yoxdur. 7, deməli 9, 10, 11 və 12. Bu səhifələr çap olunacaq. Nə qədər səhifə oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə səhifə oldu. Bir A4 vərəqinə də bir dənə səhifə yerləşir. Elə olduğu kimi qaldı. Sonra bizə boz deyir. Boz 200-lü deməkdir. Deməli 8-i böləcəm 2-yə, alacam 4. Və 4-ə vuracam kopyaların sayına, olacaqdır cavabımız 16. On altıncı sual. Bu asan sualdır. Bu aralıqdakı ədədləri götürək. Cəm nə qədər əldə edir? 1, 3, 4, 5, 7, 8, 9, 10, 11 və 12. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə səhifədir. Onu da vuracaq 3-ə, kopyaların sayına alacaq 30. Çünki bir üzlüdür. 200-ü demir. Bir üzlüdürsə ilə səhifələrin sayı qədərdir. Cavabımız olur 30, 16-da. Gəldik 17-ci suala. Yeddi səhifəli sənədin cari səhifəsində qoltuq dialoq pəncərəsinin keçid sahəsində müsbət 4 yazısı sənədin 7-ci səhifəsinin keçid təmin edir. Cari səhifə hansılar ola bilirlər? Baxın, bizdən cari səhifəni istəyir. Bizim səhifələrimiz hansılardır? Səhifələrimiz 7 səhifəlikdir. Ümumilikdə 7 dənə səhifə var. Ümumilikdə nə qədər səhifədir? 7 dənə səhifə. Və cari səhifə dəyəri neçə olmalıdır ki, müsbət 4 yazanda düzəri 7-də qalsın. Baxın, əgər mənim cari səhifəm 1-də olsa, müsbət 4 yazsam, 5-ci səhifəyə keçid eləyəcək. Onda 7-dən 4 çıxıb 3 yazır, 3 alınırdı. Əgər, aha Rüfana, düzdür, getdin yol doğrudur, amma biraz bir əmmalar var orada. 2-dən 4 toplasam, gedib 6-cı səhifəyə keçid eləyər. 3-dən 4 toplasam, gedib 7-ci səhifəyə keçid eləyər. Mənim ümumi səhifəmin 7 səhifə olduğunu bilirəm. 7-ni aşa bilməz. Mənim cari səhifəm 4-cü səhifədə olsa,
müsbət 4 yazsam, yenə də 7-ci səhifəyə keçid eləyəcək. Çünki mənim ümumilikdə sənədim 7 səhifədən ibarətdir. 7-dən aşa bilməz. Əgər mənim cari səhifəm 5-ci səhifədə olsa, sənədim 5-dən 4 toplayacağım, yenə də 7-ci səhifəyə keçid eləyəcək. 6-da olsa, müsbət 4 yazsam, yenə də 7-ci səhifəyə keçid eləyəcək. Yenə də mənim sənədim 7 səhifəlikdir. 7-də durub müsbət 4 yazsam, yenə də 7-ci səhifəyə keçid eləyəcək. Bizə də soruşur ki, cari səhifələr hansılar ola bilər? Ola bilər 3, 4, 5, 6 və 7. Çünki sırf bu səhifələrdə 7-ci səhifəyə keçid eləyir. 7-ni aşa bilməzlər. Çünki ümumi sənədimiz 7 səhifədən ibarətdir. Cavabımız olacaqdır 3, 4, 5, 6 və 7. 17-ci sual. Maraqlı sualdır. Gəldik 18-ci suala. Demək, 6 sətr 4 sütun. Gəlirəm, çəkirəm. 6 sətr 4 sütun. Bir, iki, üç, 4 dənə sütun olsun. 1, 2, 3, 4, 5 və 6. Dörd sütun 6 sətr. Bizə deyir ki, birinci sətrin bütün xanaları seçilir. Aha, bunlar seçilir. Merge series. Merge series seçilmiş xanaları birləşdirir. Yəni, baxın, bunları buradan siləcək. Ümumiyyətlə, yuxarıda əmələ gətirəcək bir dənə xana. Çünki seçilmiş xanaları birləşdirirsə, artıq yuxarı xana birləşmiş olacaq. Sonra 3-cü sətri seçir və aşağıdakı əmr icra olunur. Yəni, 8 dənə hissəyə bölür. Baxın, 3-cü sətri seçir və 8 dənə hissəyə bölür. Bu şəkildə olur. 3-cü sətr ümumilikdə 8 dənə xanaya bölünür. Bizdən də tələb olunur ki, ümumi xanaların sayını tap. Gəlib sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24 və yuxarıdakı birlikdə 25. Ümumilikdə deməli bizim nə qədər xanamız olacaqdır? 25 dənə xanamız olacaqdır. Cavabımız oldu 25. Number of rows nədir? Nədir bu sual? Bu alttaki var ya, number of rows. O nədir ki, o bir Bu yazdı. bilirsən nədir? Gəl bax, bunu mən sənə ən yaxşısı Word-ün özündə göstərim. Yəni, bura əgər 2 yazılsa, bax, bura 2 yazılsa. Bax, bura 2 yazılsaydı, bax, bura 2 yazılsaydı. Sənin buradan 2 dənə sətrini seçəcəkdir. Bax, olacaqdır bu formada, bax, belə. Bax, belə. Bildin nə demək istəyirəm? Hə, müəllim, bildim. 2 dənə belə sətr seçəcəkdi. O ikisini həm yuxarıda, həm aşağıda 8 dənə hissəyə ayıracaqdı. Hə, bildim mən. Bildin, Vüsal? Bəli, bəli. İndi baxaq 19-cu suala. Mətn redaktöründə sənədə xüsusi mətn effektləri. Nə deyir? Sənədə xüsusi mətn effektlərini. Sənədə xüsusi. Deyir, Word artdı. Niyə görə Word artdı? Ona görə ki, biz buradan sənədə belə müxtəlif effektlər veririk. Cavabımız olacaqdı 3. 20-ci sual. Diaqram. Diaqrama aiddir C. Mətn qutusuna aiddir. Mətn qutusu. B. Düstura da aiddir. D. Burada Y isə bildirir klaviaturada olmayan simvolların əlavə olunması. 21. Cədvəldə aktiv xananın rəngini hansı lent tabından dəyişdirmək olar?
cədvəldə aktiv lent tabının rəngini, dizayn tabından. Niyə görə? Bizdə söhbət cədvəldən gedir. Cədvəldən gedirsə, gərək mən insert tabından bura cədvəl əlavə edəm. Və gəlirəm, xananın rəngini hardan dəyişirəm? Baxın, buradan aktiv xananın gəldim rəngini dəyişdim. Belə bir rəng dəyişmələrdir. Bunu bildirir. O da dizayn tabındandır. Əlavə dizayn tabından. 22. Hansı lent qrupuna aiddir? Bu, təbii ki də aiddir font lent qrupuna. Şriftlərlə bağlıdır. Çünki Word-ün Home tabında yerləşən lent qrupu baxın budur. Font lent qrupu. Gəldim 23-ə. Hansı görünüş rejimlərdir? Word-ün 5 dənə görünüş rejimi var. Bunlar Read Mode, Print Layout, Web Layout, Outline və Draft'dır. Demək olacaq Outline, Draft, Print Layout, 2, 3, 6. Cavabımız olacaqdır 2, 3, 6. 24. Şəkildə hansı rejim göstərilir? Bu rejim adlanır Read Mode, oxuma rejimi. Bu rejimin adı Read Mode, oxuma rejimidir. Baxın, belə bir rejimdir. Daxil oldum Word-ə və qoyuram oxuma rejiminə, Read Mode-a. Bu cür göstərir sənədləri. Növbəti 25-ci sual. Görək 25-də bizə nə deyir? Hə. Deyir uyğunluğu müəyyən edin. Bu page background yerləşir design tabında. Birə aiddir A. Footnotes istinadlardır. İstinadlar yerləşir reference tabında. 2-də bu sənəd belə deyək də A4 vərəqlərinin əlavə olunması isə istifadə olunur insertdə. 1A, 2D, 3-ə də aiddir B.